güzel bir insanın, değerli bir şairin yeni kitap təqdim olunur. Şərafət xanım Dağıstanlı. Onun adını deyəndə adamın ürəyi isinir. O sadece şair değil, o çoxlarının könlündə özünə yer etmiş, səmimiyyəti, təmizliyi, böyüklüyü ilə seçilən bir insandır. Bugün burada olmaq sadece bir iştirakçı kimi iştirak etmek değil, hem de söz sənət adamı olarak iştirak etmeyi, sözün sənəti və ruhun qibləsi olan Azərbaycan Yazıçılar Birliği'nin Xalq qızı Xurşidbani Nəqavan adına məkanında sənət ömrü ilə 90 illik zirvəyə ucalan değerli şairimiz Şərafət xanım Dağıstanlının Bağban Məni Yaralama yeni kitabının bu təqdimatını sizlerle birlikte iştirak etmek benim için büyük bir şərəfdir. Şərafət xanım hakkında danışmak istəyəndə sözler yetmir. Onun şiirleri kimi özü de çok sadedir. Ama bir o kadar da dərin ve həmkəsərli hörmətlə yanaşırıq. Dostun unutmur, sənət yoldaşlarına yüksek qiymətləndirir. Musiqi adamlarını, gələn dostlarını həmişə öne çəkir. Onların zəhmətinə dəyər verir. Elə buna göre de onun etrafında bu kadar doğma insanlar var. Çünkü özü doğmadır. Bugün təqdim olunan Bağban Məni Yaralama kitap da onun daxili dünyasının banisidir. Okuyanda görürsən ki, bu şairleri yazan adam sadece yazmayıp, bu sətirləri yaşayıp, sevginin, ayrılığın, vətən miskininin, insan sevgisinin tam inamını her biri bu kitapta var. Burada yazılanlar kağıt üzerinde değil, insanın içinde seslenen, tokunan düşüncelerdir. Şərafət xanım Dağıstanlı adı kimi şərafətli, qələmi kimi saf, könlü kimi dərin bir sənətkarımızdır. Şərafət xanımın qələmi təkcə söz demir, o ruhu danıştırır. Onun misralarında uzun ömrün təcrübəsi, Allah'a bağlı bir könül nəğməsi var. Onun poeziyası təkcə sözlə deyil, qəlblərlə yazılıbdır. Öz könlümüzü, öz köklərimizi aparır. Bu yaşda belə gümrah qalan şairə qadın yazıya, sözə könül vermiş. Hələ də oxucunun sevindirməyə davam edən bu yaradıcı insan qarşısında baş əymək, onu alqışlamaq bizim borcumuzdur. O misralarında bu xalqın ağrısını, arzusunu, dualarını da yaşadır. Vətənə, insana, Allah'a olan sədaqət onun her bir şiirinde, her bir sözünde öz əksini tapmıştır. Bugün təqdim olunan Bağban Məni Yaralama kitabı sadece bir şiir toplusu değil, bu ömrün poetik salnaməsi, duygularla yoğrulmuş mənəvi bir abidədir. Tam 752 səhifəlik bu möhtəşəm poeziya kitabında o yalnız söz demir, oxucunun ruhuna toxunur, qəlbində iz qoyur. Şərafət xanım poeziyanın musiqi aləmində suskun bırakmamıştır. Onun sözlerine yazılmış birçok mahnılar tanınmış büyük sənətkarlarımız tərəfindən səslendirilir. Xalq artistləri Arif Babayev, dünyasını değişmiş Xan Şuşinski, Səxavət Məmmədov ve daha neçə qəlb oxşayan sənətkarlar tərəfindən ifa olunmuştur. O deməkdir ki, onun sözü musiqi ilə də danışandır, nəfəs alır, yaşayır, xalqın dilində, könlündə yaşamışdır. Bu, onun sözünün melodiyaya çevirilməsi, könüldən könülə ötürülməsidir. Onun qələmindən çıxan şiirlər yalnız şiirlərdə oxunmur, həm də musiqi ilə nəğməyə çevrilir. Müğənni və xanəndələrimizin səsində oxunaraq yaddaşlara həkk olunur. Onun kimi sənətkarların varlığı, sözə verdiyi dəyər, ruhumuza bəxş etdiyi mənəvi zənginlik gələcək nəsillərə örnəkdir. Şərafət xanım, siz bizim için çok değerlisiniz. Sizin kimi insanlar bu dünyaya biraz da güzellik getirir. Sözün gücüne inam artırır. Şərafət xanım, sizin sözünüz yaşasın, ilhamınız əbədi olsun, qələminiz daim nur saçsın, könüllərə yol tapsın. Bağban Məni Yaralama adlı bu nəhəng poetik sallamaya çiçek, solmayan çiçek bağımız oxucular için sevgiyle yaşanan sönmez bir ünvan olsun.
Yeni kitabınız mübarek olsun, okucularımıza uğurlu yol yoldaşı olsun, size can sağlığı, yeni yaratıcılık uğurları aslında ve sizin için hediyemle tebrik ederim. Teşekkür ederim. Bir bülbülüm hoş nefesli, hem de bildiğin bahar fesli. Bir bülbülüm hoş nefesli, hem de bildiğin bahar fesli. Hoşlanıram da nefesli, baba seni yaralama, el yüzünden avralama. Hoşlanıram da nefesli, baba beni yaralama, el yüzünden avralama. Sevenlerden aralama. Ve bizim burada çok hürmetli jurnalistimiz Anar Bey, istəyirəm size söz verəm. Anar Bey, buyurun gəlin bura. Burada danışın, zəhmət olmasa. Anar Vəziroğlu, o telejurnalistdir, orada da həmişə görürük, həmişə gözəl şairdir, akıl səsidir. Buyurun Anar Bey, gəlin bura, qarbaşa keçin. Gəlin. Elə mən də öz kitabını sizə hədiyyə edəcəm, sizi televiziyadan izləmişəm, bu gözəl haqqın səsini eşitdirdiyinizə görə. Kitab məndən sizlərə yazsın. Buyurun. Əziz dostlar, mən aparıcının hörmətli aparıcımızın və gözəl şairimizin Cəvahir xanımın sözünə əməl etməliyəm. Çünki burada 50 nəfər 100 göz olur. Yəni 3 dəqiqədən artıq olmaz. Durub saatlarla. Niyə görə mən az danışmalıyım? Bu xanım haqqında ümumiyyətlə danışmaq lazım deyil. Çünki ölkəmizdə olan şairləri o qədər belə kasıbdan kasıb oldu ki bu xanım. Bayağı xanım gələndən sonra deyirsiniz, hörmətli Çingiz Abdullayev, dünya şöhrətli insan burada katib. Bu olanda demədilər ki, bu xanımı niyə şərəfləndirmişsiniz? Niyə buna bir ad vermişsiniz? Susurun! Qatağa gələndən sonra üstündə ağayanlar ki, bu qadınlar var ya, o əcdahanı gözləşir. Bax, bunu oxuşuyor. Mənim gücüm çatır. Heç nə deyə bilmirəm. Mən bu yaşa qədər, 62 yaşa qədər bu xanıma bir kömək eləmişim. Əlində bir qənət olub, bəli, orada həftədə bir dəfə çapırırsınız. Və salam. Və təbii ki, Allah sizə ömür verir. Çox sağ olun. Sağ olun. Var olun Anar Bey. Teşekkür ederim. Ve iki de bizim burada güzel kızımız oturup Aygün Hanım Hüseyin güzel şaire. Buyur güzel kızım. Aygün Hanım söz senin. Məsələdə Şairlər İctimai Birliyinin qənunu alqışlayan, Cəvahir xanımı alqışlayan qədər. Amma bilək ki, bir həftədən çoxdur ki, ayın 31-də sona yetəcək. 4-cü Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalı gedir. İlk növbədə Cəvahir xanım bizim dəyərli, hörmətli Şərəfət xanımın elə təqdimatını, kitab təqdimatını orada qeyd elədik. Bugün də çox gözəl bir xoş gündür ki, bugün bu mədəniyyət ocağında, əlbəttə mən bir günə xoşbəxtəm ki, mən bu mədəniyyət ocağında, yəni Yazarlar Birliyinin üzvüyəm, 7 kitab müəllifi olaraq, inşallah 8-ci, 9-cu kitablarım da ərsəyə gəlir. Və bugün də Məsələn Şairlər İctimai Birliyinin sədri, rəhbəri, səmimiyyəti ilə, hörməti ilə, izzəti ilə həqiqətən də fərqlənən Cəvahir xanım bizim hörmətli, əziz, ana kimi mənə də əziz olan Şərəfət xanımın yubileyini təşkil edib, onun təşkilatçısına, bax bugün siz əziz, dəyərli qonaqlar, şair, yazarlar, elm adamları, bəstəkarlar, qazilərimiz, şəhid anaları burada, qeyri-dövlət təşkilatlar burada bir araya gəlmişik. Və mən sevinirəm ki, Şərəfət xanım, inşallah qızı Günay xanım, sizə alqışlayıram, sağ olsun belə bir qız ki, belə bir, yəni onu da alqışlayıram. Hər birinizə can sağlayın, xoşbəxtlik arzulayıram. İlk növbədə anamıza arzulayıram. Ana, həqiqətən burada söylədiyi kimi 5 ildən sonra yenidən Şərəfət xanımın, Cəvahir xanımın təşkilatçılığına
Xalq şairi adı verilməsi münasibətinə bax burada inşallah. Mən bir də ona arzulamışdım. Bu həyatı burada olanda deyil, kızım, inanmıram. Ama bəli, özü də bu arzuya yani çatdı, sevindi və mənə zəng elədi ki, qızım, sənin dua qəbul oldu. Burada da arzu edirəm ki, bax, o yerinə getirilsin, əziz anam, canım anam. Öpürəm sizi, barıqa bastıram. Sağ olun. Varım, güzel Aygülüm. Onu da deyim ki, Məsləhəti Şairlər Məclisi Gözəl Şərafət xanımı bax, gözəl incə çiçəklərlə təbrik edir və bu dövrün baş örtüyü olan gözəl və bax, belə bir baş örtüyünlə istəyərdim Məsləhəti Şairlər Məclisi öz hədiyyə sandığından bax, qədimi şaldı, hansı ki, o dövrləri xatırladı. Bir tərəf. Bəli, Tanrı səni ucaltsın, layiq olduğun yerdə olarsan. Mən inşallah inanıram ki, olacaq da haqq səsimizi Allah eşidəcək və könüllərə mərhəmət hissi çökəcək və sən öz layiq olduğun yerdə olacaqsan. Və bizim burada çox hörmətli şairimiz, həkim şairimiz Zakir Ağdamla əyləşib. İstəyirəm ki, sözü Aygül xanım götürün, Zakir Ağdamlı, buyurun. Teşekkür ederim Kemal Hanım söz verdiğinize göre. Bu günleri benim 30 yıl bundan qabaq tanıdığım ve ben 60 yaşında olur o vakti. Ancak şimdi 90 yaşı değiller, bana inanmıram. Çünkü 60 yaşında nece görmüşsünüzse hemen korkular. Arzu edilen ki 95 yaşında da 100 yaşında da hemen korkular sizi görebilir. Bu günleri doğrudan çok az hallarda olur böyle şeyler ki bu otaqda, bu zalda bu kadar ansar olur, bu kadar adam gelir. Görünə qədər sizi severler yığışır bura. Ona göre eşk olsun Azerbaycanımızın şərafət dağıstanlısının şərafət dağıstanlıya eşk olsun deyirəm. Arzu edirəm ki hem yaratıcılığı, hem hayatı, hem şəhri gülüş şəhri olsun. Azerbaycan odlar yurdudur. Azerbaycan Dədə Qorqud yurdudur. Eyni zamanda Dağıstan da, Dərbənd də, Dağıstanın mərkəzi. Dərbənd isə Dədə Qorqudun abidəsini saxlayan, Dədə Qorqudun məzarını saxlayan yurdumuzun bir parçasıdır. İsmət olsun özü bizə inşallah. Bu günləri şərafət dağıstanlığıdır və onun şərəfinə, onun işərinə buraya yığışanların, o cümlədən mənim çox qədim dostum Ziyaxan Nərməlinin və başqa yoldaşların, qazilərimizin şərəfinə 3 mətdən ibarət bir dənə gəraylı söyləmək istəyirəm. Mənim üçün çox ümdəsən, bilsən də, bilməsən də, sən mənim qəlbimdəsən, gəlsən də, gəlməsən də. Sönməyəcək bu ocaq, ilahi qoruyacaq. Göz yaşım qoruyacaq, silsən də, silməsən də. Zakirəm, dərk edirəm, əzaflı yol gedirəm. Sizinlə, səninlə, fəxr edirəm. Gülsən də, gülməsən də. Eşk olsun, şərəfət olsun. Bugün burada bizim çok sevdiğimiz Zərnişan xanım Azayeva buradadır. Hansı ki Azərbaycan televiziyasında Turan programının baş redaktorudur. Ve özü de çok güzel qeyri-hökumət Turan dövlətlərinin mədəniyyətinə xidmət edir. Qeyri-hökumət təşkilatının rəhbəridir. Bu ildə müsabiqənin qalibi oldu. Onun indi gəldiyi közü deyəcək və özü haqqında və bugünkü program haqqında Zərnişan xanım nəinki bizim, eyni zamanda bütün Türk dünyasının sevgilisidir. Əməkdar jurnalisti, Qızıl Qələm mükafatıdır. O qədər sevimli, o qədər səmimi bir xanımdır ki, inanın, mən 89-cu ildə Azərbaycana, Gürcistandan Azərbaycana gəldik. Kim deməli olar ki, bizim dostluğumuzun 30
35 yaşı var. Buyur. Yukarıda ve herkese de bir dostluq, güzel dostluq. Çok teşekkür ederim. Arzulayarım. Çok teşekkür ederim Cavahir Hanım. Cavahir Hanım Məhsəti Şairlər Birliyini, məclisini xəttiyle o qədər gözəl işlər görür. Bizim şairlərimizi, yazıcılarımızı, ədəbiyyatımızı, incə sənətimizi, mədəniyyətimizi tanıdıq. Çox teşekkür ederim Cavahir Hanım. Minnətdarıq və bu gün də bizim əzizimiz, gözəl, bizim Şərafət xanıma həsr edib bu məclisi. Çox sağ olsun. Şərafət xanım tanış olduğumuz bir 30 il var. Azərbaycan televiziyasında Şərafət xanım haqqında proqram elədik. Şərafət xanımın şeirləri belə könül şeirləri, qəlbləri. İnsan bəzən düşünür ki, yəni bunu bir insan qələmi alıb, yoxsa belə ilahidən, amma elə könlümüzə də şeiri də o musiqini də ilahi verir də, o duyğuları, o hissləri də Şərafət xanımda. Bax, o şeirləri belə şeirlərdir. O şeirlər ki, musiqiyə çevrilir, hər şeirdən musiqi olmur. Bax, indi şair bəstəkarlarımız, müğənnilərimiz oxudu, çox sağ olsunlar. Şeir elə, onun şeirləri elə musiqi kimi yazılan, yəni musiqiyə yatan şeirlərdir. Allah ona can sağlığı versin, uzun ömür versin. Çox xətrini dünyalar qədər istəyirik. Çox, mənim əzizim Şərafət xanım. Və ondan istəyirik ki, Şərafət xanım elə xalqın şairidir. Bax, o musiqilər dinlənirsə, bizim hörmətli musiqiçilərimiz oxuyursa, bəstəkarlarımız bəstəlirsə, elə xalqın şairidir. İndi deyir ki, addır, xalqın içində o adı qazanıb Şərafət xanım. Uzun ömür, can sağlığı və beləcə bir tədbiri də inşallah bəli, inanın. Və çox sağ olsun. Və inanırsınız ki, Şərafət xanımın şeirlərini, bax, elə Dağıstandan Pumuqlar, Noqaylar, hər dəfə onların da öz ləhcəsində, yəni dillərimiz eynidir, eyni kökə mənsubudur, türk-xalqlarındır. Amma onların ləhcəsində, onların yoldaş qəzeti, Şərafət xanıma mən çatdırdım o qəzeti, deyəsən bilmirəm, dayında özündədir, ya məndə amma var bir nüsxəsi. Deməli, yoldaş qəzeti, Mahaçqalada buraxılan qəzetdə və o Noqay türkcəsində, orada həm Pumuq türkcəsində nəşr olunub. Yəni, o şeylər elədir ki, elə hamımızın şeydir, insanlığın sevdiyi misrallardır. Biri var ki, özünə, nə bilim, öz düşündüyü və həsr edirsən, azadlığa, müstəqilliyə aid olan şeylər, bax, beləcə sevirlər. Şərafət xanıma da belə uzun ömür, 100 yaşında, beləcə Cavahir xanımın tədbirində, gözəl, bax, bu gələn adamların da iştirak edən gözəl bir tədbir düzənlənsə, çox sağ olun, qulaq astınız. Darıstан xəzinə bırak. Bəli. Bütün dünyanın mənə də çalışdım. Bəli. Mən bilmirəm ki, bilmirsiniz ki, bu qədər harakansı kitablara gedir. Şərafət xanım və Dağıstan xalqlarının çox məşhur ensiklopediyası var, Şərafət xanım yaradıcılıq, orada da işıqlandırılır. Mən özüm görmüşəm bunu. Bəli. Bunlar bu Pumuqların dilində, Pumuqların, bəli, Pumuq xalqının ən qədim türk xalqlarının, Pumuq xalqlarının dilində buraxılan onlar şeylərə jırlar deyirlər. Bax, burada da Şərafət xanıma jırları yazılır. Dünya kongresinden yoksa Asya, Afrika, Latvia, Amerika kongresinden olmuşam. Rasul Əmdətovla. Mən Nazım Hikmətlə də tanış elədim Moskvada. Yaşar Kemal, Orxan Kemal, Əziz Nəsil. Ən məşhur şairlər, ən məşhur yazarlar. Gid Aydınmatovla bu şəkilləri vermişəm, kitaba hatırladım. Oğlan dedi ki, Şərafət xalam öbür. Orada da olan şəkilləri getirməmişəm mən. Bütün o şəkillərimiz var orada. Ben Rasul Əmdətov belə məhlumlu bilir. Что запаяйся, насылайın gəldikən itibarış. Həm də o qədər gözəl idi. Bax, Şərafət xanımın sizin indi də o gözəl özgür, o qədər gözəl idi. Elə bax, bu gözəl cizgiləri. Və indi Şərafət xanımın bu tədbirindən, bu gözəl gündən TV1 kanalımız var, TV1 dövlət kanalı. O TV1 kanalında da işıqlanacaq. Bax, bu görüntülər inşallah. Sən mənim canımı yerimsə, nə qədər Tahirlə, Buradadır Tahir bəy də, burada işləmişəm. Narıç xatını da mən üzə çıxartmışam, çox adamları mən üzə çıxartmışam. Narıç xatı
Kitabın məclisi vardı, Azərbaycan televiziyasında folklor qarsasında. Akademikimiz Yelhan müəllim də mənim haqqımda dəfələrlə yazır. Azərbaycan bayramlı şeirlər, mahnılarım var. Buxarı Bülbül'də bütün dünyanın musiki jurnalistləri oradaydı. Yayda Qarabağın şehrine çıksan, sen Şuşada bana kalmasan olur. Çıkıp akşam üstte Cıdır düzüne, Vakif'in gönlüne almasan olur. Ruhları okşayan güldüğüden beri, dolaşıp Ağdam'ı gezip verdeni, yüreği yanında işim terteri kızda hayala kalmasan olur. Dilcanda uşaklar muruğu yığanda, tepezde kuşkarda dolu yakanda, ceylanlar uyladı minde, muğanda, vurgunu yarına salmasan olur. Bizim Qarabağın elin toyunda, südür durna gibi gelin toyunda, Şərafət Şuşanın cennet koynunda könlünün tadını çalmasan olur. Günde Mesut İbrahimoğlu'nu, bütün dünyada bunları okunur. Bu Şuşa gazeti burada, 4 defa orada olmuşam, indi yok. 65. ilde, 66'da, 64'te, 67. ilde. Bak, sedası gelir, bu şehirler oradan ses. Şuşa beyannamesi de bu yakınlarda yazdı. Dünya Söyleti Bestekarımı yazdım, İlhan Bey de bunu klip çekip yarın bütün dünyaya yayılacak. Ancak iyi yayılır. Bakı Ceyhanlar Kemeri projekti bizim Ulu Önderimizin Bakı Ceyhanlar Kemeri de Əbüfət müəllim açılışında, Əbüfət Nəzərli açılışında dünyanın bütün fürdətləri gəlmişdi. O sözləri də mənimkidir, mən yazdım onları. Deyəcən yazdım, çox yaxşı oldu. Hələ ki mən qalmışam. Sizdən çox istəyərdim ki, olsun. Gündə sevimli fürdətimiz dünyada mənim ömrümdən kəsildi. O qədər yaşadım, çox yaşadım. Fürdət bu Bakı Ceyhanlar Kemeri'nde danışır. Ben orada olmuşam. Neft taşlarında yazmışam bunu. Neft taşlarında da olmuşam. Təyyarə ilə neft daşlarında dolub, ona da payıma həsr eləmişsiniz. İndi mənim əzizlərim, hiss edirsiniz ki, əslində siyasi bir Şuşa bəyannamesi bir siyasi materialdır. Amma onu şeirə gətirmək, bədahətəndə söyləmək, görün nə gözəl edir. Can sağlığı sizə, ay sağ olun. Zamanın nəbzini tutmaq, şeirə çevirmək. Var o deyirəm Zəlişan xanım, çox sevdiyimiz. İnşallah. Bəli, Şərafət xanım Dağıstanlı Azərbaycan